Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həyəcan təbili çalır. Rusiya və Ukrayna arasında müharibə Türkiyə sahillərinə yaxınlaşıb. Türkiyə lideri kölgə donanmasına aid Rusiya tankerlərinə hücumdan sonra bəyan edib ki, bütün Qara dənizin təhlükəsizliyi indi təhdid altındadır. Kairos və Virat gəmiləri Türkiyədən cəmi bir neçə kilometr aralıda partladılıb. Gəmilərə hücum etmək üçün Ukraynaya məxsus yeni sualtı dronlardan istifadə edilib. Bu barədə siyasi müşahidəçi Dadaş Əhmədli bildirib. Görünən isə odur ki, indi Rusiya ilə əlaqəsi olan heç bir gəmi təhlükəsiz olmayacaq. Rusiya nefti daşıya bilən Türk tankeri də Senegal sahillərində partladılıb. Gəmi Türkiyənin Mersin Shipping şirkətinə məxsusdur və Panama bayrağı altında üzür. Mersin bu il dəfələrlə Rusiya limanlarına daxil olub. Dəniz suyu maşın otağına dolub, lakin heç kim xəsarət almayıb. Bu, noyabrın 27-sində baş verib. Gəmi Rusiya neftini daşıdığı üçün Ukrayna pilotsuz təyyarələri tərəfindən hədəfə alınıb. Nəşr bu məlumatı təsdiqləmir, deyə o bildirib.